Və Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və laqad ba'athna fi kulli ummetin rasul an ibudullaha və ictanibut tağut." Biz hər bir qövmə Allah deyir. "Və laqad ba'athna fi kulli ummetin rasul." Hər ümmətə, hər qövmə rasul göndərdik. Sonra deyir ki, rasullara nə verdik? Nə risalə verdik? Nə ilə onları yüklədik? Və yaxud da onlara nə görev verdik? Allaha ibadətə çağırsınlar və Allahdan qeyri ibadət edilən bütün şeyləri tərk eləsinlər. Yəni peyğəmbərlərin vəzifəsi la ilahə illallahı təbliğ eləmək olub. La ilahə illallahı təbliğ eləmək olub. Allah təala buyurur: "Və mə ərsəlnə min qablikə min rasul." Səndən qabaq da elə bir rasul göndərmədi ki, illə nuhi ileyhi. Ona vəhy elədik. Tək Allaha ibadət edin və məndən başqa ilah yoxdur. La ilahə illə ənə fə'budu. Məndən başqa ilah yoxdur və mənə ibadət edin. Və biz baxsaq ki, peyğəmbərlər la ilahə illallaha çağırıb. Və peyğəmbərlər öz qövmlərini tapdıqları zaman və yaxud da onları gördükləri zaman onlar ibadət edirdilər. Onlar ibadət edirdilər. Lakin onlar Allaha ibadət eləmirdilər. Allah Resulü sallallahu aleyhi ve sellem gəldi, gördü ki, qövmü ibadət edir. Ona ki, peyğəmbərlik verildi, gördü ki, qövmü ibadət edir. Lakin qövmü Allaha ibadət eləmir. İbadət edirdi. Bəli, Allaha ibadət etmir. Bəli, peyğəmbərlər gəldilər ki, insanları Allaha ibadət eləməyə dəvət eləsinlər. İbadət eləməyə yox. Bəli. Çünki əslən insan fitrətlə məbuddur. Daha doğrusu abiddir. İbadət edəndir. Quldur, abiddir. Mütləq nəyəsə bağlanmalıdır, kiməsə bağlanmalıdır. Məbud isə Allahdır. Lakin insanlar azmışlar. Və Allah Teala bu azğınlığı gördükcə peyğəmbərlər göndərmişdi. Hər qövmə peyğəmbər. Nuhu göndərdi, Salihə göndərdi. Bəli, yəni Nuh əleyhissalam və digər peyğəmbərlərin də qövmlərində insanların ibadət etdikləri məbudlar var idi, hansı ki onlara ibadət edir. Bəli, onlar peyğəmbərlər gəlib demədilər ki, ay cəmaət siz ibadət eləmirsiniz, ibadət eləyin. Gəldilər, dedilər ki, düz ibadət eləmirsiniz. Ona görə Allah Teala Zərriyat surəsində 56-cı bəli. Bu mühümdür. Ona görə Allah Teala Zərriyat surəsində buyurur ki: "Və mə xalaqtul cinnə vel insə illə liya'budun." Mən cinləri və insanları mənə ibadət etsinlər deyə yaratdım. Demədi ki, mən cinləri və insanları ibadət etsinlər deyə yaratdım. Mənə ibadət etsinlər deyə yaratdım. Burada mühüm nöqtə var. İbadətə layiq olan Allah Teala'dır. Əgər insan ibadətdə hansısa bir növü Allahın layiq olduğu, Allah Teala ki ona özünə nisbət edib, onu Allahdan qeyri istər daşa, istər ağaca, istər hansısa bir məxluqa sərf edərsə, artıq Allah Teala'ya şərik qoşmuşdur. Və la ilahə illallahın pozmuşdur.